Bura qamışlıq olubdur. Başqa yer atamı xərzə salırdım, amma burada yox. Sabunçu rayonu Yefim Saratov küçəsidir və bu ərazidə, yəni bax bura baxanda fikirləşəcəksiniz ki, hansısa bir parkdır. Amma düzdür, parkdır. Nə icra hakimiyyəti tərəfindən, nə də bələdiyyə tərəfindən salınmayıb. Burada yaşayan sakin öz əllərinin zəhməti ilə bax bu gözəl parkı, bağçanı yaradıbdır. Əvvəl burada yollar palçıqlı, sulu idi. Burada uşaqlar məktəbə gedə bilmirdi. Burada qamışlıq var idi. Mən də dedim buranı təmizləyim, yavaş-yavaş sularını düzəldim, yolunu düzəldim. Bizim ustayam, santral elektrik belə işlərdən var, anlayışım var. Belə düzəltdim bunları. Bir də baxdım uşaqlar da olur burada, körpə uşaqlar. Fikirləşdim ki, bir park eləyim körpə uşaqlar üçün burada zibilxananı, yəni belə bir yerə çevirmək lazımdır. İnsan hər şeyə qadirdir də, yəni. Bura qamışlıq olubdur. Yəni bura qonşular zibil atırdılar, kanalizasiya turbası yapılır keçirdi. Kanalizasiyanın qonşuların vəsaitindən həmin əziyyətini o çəkirdi. Asfaltı özünə tökülübdü. Qonşuların köməyi ilə. O bu cür park yaradı uşaqlar üçün, bax bu cür. Biz seçmək üçün istəmirik da. İndi yuxarıda oturanlar da baxsınlar. Yüngül var, nəyə güclər satıb gətirsinlər bura qoysunlar. Bizim uşaqlarımız dincəlsin. Sağ olsun. Qonşular hamısı gəlir, uşaqlarda da əylənir. Axşamüstü olanda böyüklər də gəlir, oturur, istirahət edir. İndi bu parka nə ad vermisiniz? Evsevər parkı. Burada kirayədə qalırıq. Nəvələrim də gəlir burada oynayır, şənlənir. Özümüz də gəlib burada otururuq, çay qoynadırıq, içirik. Hansı rayonasınız? Biz Şəkin Qoxmuq kəndində. Sevəm sağ olsun. Yəni bizi sıxıntıya da salmır. Rahatca gəlirik bura, əylənirik. Başqa yer atamı xərzə salırdım, amma burada yox. İndi buranı təşkil eləyən Allah canını sağ eləsin, uşaqlar üçün əyləncə yaradıb. Bir dənə xahiş eləyirəm, bura avadanlıqlar versinlər. İdman üçün də olsun, uşaqlar əylənmək üçün də olsun. İndi ala bilmirik. Kənd sovetinə gəldilər, vaxtla dedi köməklik eləyərik, ağaçlar da verərik, əkərsiz. Hələ ki özümüz almışıq, əkmişik güllər zadələ. Düzəldirəm də yavaş-yavaş. Əlimə düşdükcə alıram. Yəni bundan sonra yenə işlər görürük. Bəli, yenə fikrim var, başqa bir şeylər yenilik eləyim, yenə düzəldim. Bacardığım qədər əlimə gələni eləyirəm. Türkən istəyirlər uşaqlar belə, idman şeylər istəyirlər uşaqlar, körpələri sevərəm, amma mən də gücüm çatan qədər, bacardığım qədər düzəldə bildiyimi düzəldirəm. İndi görüm şey olsa da, bu Türkənin belə bahadır qiymət. Görüm ala bilsəm inşallah alacam onları da. İnşallah bizim gələcəyimizdir də. Uşaqlar sevinər. Sevinə nədir? Hədsiz də var. Düzdür, mənim də 3 dənə nəvəm var, onlar gəlirlər bura. Biz yəni inanmalıyıq ki, yəni belə bir yerdə belə bir şey ola bilər. İnsan əli boz tikanı. İstəsə gülə dönür. Bəli.